Mərasim zamanı Çanaqqala şəhidlərinin, eləcə də vətənimizin azadlığı uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himni səsləndirilib. Ardınca türk şəhidlərinin xatirəsini ucaldılmış abidə önünə əklil qoyulub, güllər düzülüb. Quran-ı Kərimdən ayələr oxunaraq dualar edilib. Kahraman ordularımızı havada, karada, denizde daima mansur ve muzaffer eyle. Tədbirdə Türkiyənin Naxçıvandakı baş konsulu Asif Kaya bildirib ki, Çanaqqala sadəcə bir hərbi qələbə deyil, eyni zamanda misilsiz fədakarlığın və milli iradənin rəmzidir. O qeyd edib ki, həmin döyüşlərdə düşmən bir daha anladı ki, qarşısında yalnız ordu deyil, vətəni uğrunda canından keçməyə hazır olan bir millət dayanır. Konsul vurğulayıb ki, bu zəfər həm də Mustafa Kemal Atatürkün tarix səhnəsinə güclü çıxışının başlanğıcı olub. Səfər çıxışında Azərbaycan xalqının da Çanaqqala döyüşlərində qardaş Türkiyənin yanında olduğunu xatırladaraq, bu dəstəyin hər zaman minnətdarlıqla yad edildiyini bildirib. O əlavə edib ki, belə bir qəhrəmanlıq dastanını sözlə ifadə etmək çətindir və bu ruhu ən dolğun şəkildə böyük şair Mehmet Akif Ersoy İstiqlal Marşının misralarında əks etdirib. Naxçıvan Dövlət Universitetinin professoru Xəzər Hüseynov Çanaqqala döyüşünün türk tarixində oynadığı roldan danışıb. Həmin universitetdə təhsil alan Türkiyəli tələbələr tərəfindən Çanaqqala zəfərinə həsr olunmuş şeirlər səsləndirilib. Hain düşmanın bakmadı gözyaşlarına, Çanakkale'de erdi bu vatan kurtuluşuna. Türk milletinin yegane kurtuluş simgesi, şehidimin kanı, milletimin aslan pençesi. Etin yaptığı bu tümsek, amansız, çetin bir harbin sonunda bütün milletin hürriyet zevkini tattığı yerdir. Sonda iştirakçılar şəhidlər xiyabanını ziyarət edərək, qəhrəmanların məzarları üzərinə və xiyabanın mərkəzində ucalan ana abidəsinin önünə gül dəstələri düzüblər. Bugüne kadar şunu gördük, toprağına, milletine sahip çıkan uluslar her zaman başarılı olmuştur. Türkiye ve Azerbaycan da bunların güzel örneğidir. Çanakkale'de, Kurtuluş Savaşı'nda, Karabağ'da güzel zaferler kazandık. İnşallah Türkiye ve Azerbaycan hep birlikte yaşamaya devam edecekler. Hep birbirlerinin yanında olacaklar. Ben bu vesileyle tekrar Türkiye ve Azerbaycan toprakları için şehit düşen bütün askerlerimizi rahmetle, minnetle anıyorum. Ruhları şad olsun. Atabəy Səyyad, Rəşad Hüseynov, NTV Xəbər.